İslam alimləri qız uşaqlarının tərbiyəsinə xüsusi diqqət yetiriblər və onların imanlı, iffətli, əxlaqlı bir insan kimi yetişdirilməsinin vacib olduğunu vurğulayıblar. Bu məsələdə İslam alimlərin fikirlərini əsas mövzu üzərində təqdim edirəm. 1. Qız övladını sevgi və şəfqət ilə yetişdirmək. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qız övladlarını xüsusi məhəbbətlə böyütməyi tövsiyə edib. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: kimin bir qızı olsa və onu diri-diri bastırmasa, alçaltmasa və oğlan uşaqlarına üstünlük verməsə, Allah onu cənnətə daxil edər. İmam Qazali rahmehullah bildirir ki, uşaqlara sevgi göstərmək və onlara şəfqətlə yanaşmaq onların tərbiyəsində ən vacib ünsürlərdən biridir. Sevgi ilə böyüyən uşaq cəmiyyətdə daha sağlam şəxsiyyət olur. İman və ibadət tərbiyəsi. Həsən Əl-Bəsri rahmehullah deyirdi: uşağını gözəl əxlaqla böyüt. Çünki gözəl əxlaq insana dünyada izzət, axirətdə isə nicat gətirər. Qız uşağına erkən yaşında iman, təvhid və ibadət sevgisi aşılanmalıdır. İmam Əhməd ibn Həmbəli rahmehullah qızına deyərdi: namazını tərk etmə və hicabına diqqət yetir. Çünki hicab iffətin, namaz isə imanın qalxanıdır. Qız uşaqları Quran və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sünnəsi ilə böyüdülməli, onlara Allah sevgisi öyrədilməlidir. İffət və hicab tərbiyəsi. İslam alimləri iffət və namus tərbiyəsinin vacibliyini vurğulayıblar. İbn Qayyum Əl-Cövziyyə rahmehullah deyirdi: bir ana qızına iffət və həya öyrətməsə, onu zay etmiş olar. İslam qızlara iffəti və həya hissini öyrətməyi əsas vəzifələrdən biri sayır. Qız uşaqları erkən yaşından örtünmə və halal-haram anlayışı ilə tanış olmalıdır. Ədəb və davranış tərbiyəsi. İmam Malik rahmehullah deyirdi: qıza ilk öyrədilməli olan şeylərdən biri gözəl danışıq və ədəbdir. Qız uşaqlarına ədəb qaydaları, böyüklərə hörmət, nəzakətli danışıq və insanlarla həyalı, gözəl ünsiyyət qurmaq öyrədilməlidir. Elm və bacarıq tərbiyəsi. İslam alimləri qızların elm almasını da dəstəkləyiblər. Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra qadınlar üçün bir elm mənbəyi olmuşdur. İmam Şafi rahmehullah bildirib ki, bir ata qızına elm öyrətməsə, onu zülmətə məhkum etmiş olar. Qızlara İslam elmləri ilə yanaşı, dünya elmləri də öyrətmək tövsiyə olunur ki, onlar cəmiyyətdə savadlı və ağıllı bir mövqe tutsunlar. Nəticə olaraq, İslam alimlərin fikrinə əsasən, qız uşaqlarının tərbiyəsi bu əsas prinsiplərə dayanır. Sevgi və şəfqətlə böyütmək, iman və ibadətlə yönətmək, iffət və həya hissi aşılamaq, ədəb və gözəl əxlaq öyrətmək, elm və bacarıqla inkişaf etdirmək.